Yanvarın 30-da Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunan Məhəmməd Əmin Rəsulzadənin Siyasi Fikirləri adlı elmi praktik konfrans keçirilib. Tədbirdə çıxış edən assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyli bildirib ki, Rəsulzadə kimi bir şəxsiyyət hər xalqa nəsib olmur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafı ilə yanaşı bu kimi tədbirləri tez-tez keçirir. Bu gün də bizim üçün fəxarətli bir gündür ki, biz belə bir tədbir keçiririk. Mən ilk olaraq bura gəldiyinizə görə hər birinizə həm təşkilatımızın rəhbəri Elxan Süleymanov, Elxan müəllimin adından, eyni zamanda bütün bizim assosiasiya üzvləri adından sizə təşəkkürümü bildirirəm. Bilirsiniz, hər bir xalqa nəsib olmur ki, onların tarixində belə tarixi şəxsiyyətlər olsun. Bizim bəxtimiz onda yetirib ki, son bir əsri, 2 əsri götürsək, belə şəxsiyyətlərimiz, bir neçə belə şəxsiyyətlər yetirib bizim torpaq. Onlardan biri də və dahilərindən də biri məhz Məhəmməd Əmin Rəsulzadədir. Bugün elmi praktiki konferansdır. Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti, yaradıcılığı barədə alimlər daha geniş və daha doğru, daha ətraflı danışacaqlar. Biz də ictimaiyyət nümayəndələri bu çıxışlardan ibrət almalıyıq. Bu çıxışlarla bağlı özümüz bir nəticəyə gəlməliyik. Mən çox danışmaq istəmirəm. Konferansın işinə uğurlar arzulayıram. Bir daha hamınıza təşəkkür edirəm. Çox sağ olun. Tədbirdə çıxış edən tarixçi, Rəsulzadə irsinin araşdırmacısı Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadənin keçdiyi keşməkeşli həyat yolundan danışıb. 1920-ci illərin ortalarından başlayaraq yalnız Qafqaz xalqlarının birliyi yox, SSR xalqlarının, çünki artıq 1922-ci ilin dekabr ayında SSR dövləti yaradılmışdı. SSR xalqlarının birgə mücadiləsinə dəstək verilməsi aparıcı dövlətlərin, beynəlxalq dövlətlərin gündəminə gəlir. Və Rəsulzadə tədricən bunu hiss edirdi. Məsələn, Fransa buna üstünlük verirdi, Polşa dövləti buna üstünlük verirdi, Almaniya dövləti buna etdikcə üstünlük verirdi. Ona görə də Prometey təşkilatının yaradılmasında həm Polşa dövləti maraqlı idi, həm Fransa dövləti maraqlı idi, həm də Almaniya dövləti maraqlı idi. Nə üçün? Məsələn, Polşa dövlətinin maraqları bununla məhdudlaşırdı ki, müəyyənləşirdi ki, Polşa dövləti bolşevizmə qarşı bir cəbhə yaratmaq istəyirdi. Çünki Polşa SSR dövlətinin sərhədlərində dayanmışdı və birinci hücum edəcəyi, birinci gücü çatacağı ölkə Polşa dövləti idi. Ona görə də Polşanın prezidenti, Polşa dövlətinin qurucusu olan Marşal Klement Yozef Pilsudski birinci növbədə çalışırdı ki, antibolşevik bir cəbhə yaratsın. Və bu antibolşevik cəbhənin əsasını da mühacirlərdən təşkil etmək istəyirdi. Ona görə hətta Polşa ordusunda Qafqaz xalqlarından və SSR-in digər xalqlarından ibarət olan əskərləri, zabitləri kontrakt əsaslarla orduya qəbul etmişdi. Və Marşal Pilsudski ilə 1923-cü ilin mart ayında artıq Rəsulzadənin yazışmaları var. Mən Polşada 2 ay arxivdə işlədim, Polşa səfirliyinin köməyi ilə. Bu kitabı çap etdirdim. Azərbaycan-Polşa əlaqələrində Məhəmməd Əmin Rəsulzadənin rolu. Mən Polşanın arxivlərində o qədər sənədlər tapdım ki, Rəsulzadə ilə bağlı, Rəsulzadənin Polşadakı fəaliyyəti ilə bağlı. Yəni, hələ bu kitabdan əlavə bir həcmdə də kitab yazıb ortalığa qoymaq mümkündür. Sadəcə mən orada gördüm ki, doğrudan da Rəsulzadə Polşa dövləti ilə apardığı danışıqlarda, Polşa dövləti ilə yazışmalarda, məktublarda ortalığa qoyduğu bir vacib məsələ var, o da Azərbaycanın azadlığıdır. Onun mühacirət dövrü 1922-ci ildən başlayır və Türkiyədən başlayır. Və çox maraqlıdır ki, Türkiyəyə gəldiyi 5 ay müddətində Rəsulzadənin birinci gördüyü iş, bax, indi sizə göstərdiyim bu kitab olur. İndi bura diqqət yetirin bu kitaba. Bax, bu kitab, Azərbaycan Cumhuriyyəti kitabı. Bu kitab Azərbaycan tarixi haqqında ilk dolğun və məzmun kitabdır ki, bu kitabı Məhəmməd Əmin Rəsulzadə yazıb və 1922-ci ildə may ayında, 23-cü ilin may ayında Türkiyədə çap etdirib. Nə üçün bu kitabı mən önəm verirəm? Və bu kitab özdə 1923-cü ilin sonlarında İzmirdə keçirilən beynəlxalq kitab sərgisində Atatürk mükafatına layiq görülür bu kitab. Nə üçün? Özdə mən bir maraqlı faktı da araşdırdım ki, Atatürk'ü bu kitabdan o qədər xoşu gəlib ki, bugün Atatürk'ün şəxsi kitabxanasında Türkiyəyə gedəndə orada baxarsınız və bu kitabı görə bilərsiniz.
Atatürk'ün şəxsi kitabxanasında hesablayıblar ki, 3500-ə qədər kitab var. İndi çox maraqlıdır ki, baxıb görüblər ki, bu kitabın hər bir səhifəsini Atatürk karandaşından qeydlər edib. Yəni, oxuyub kitabı. Yəni, kitabı da alıb orada kitab rəfinə qoymuyor. Eyni zamanda bu kitabı oxuyub və hər səhifəsində karandaşından qeydlər edib. Çünki 1923-cü ildə Türkiyə Cumhuriyyəti qurulanda əslində o Cumhuriyyətin qurulması bizim o xalq Cumhuriyyətinin prinsiplərinə əsaslandı. Çünki bütün şərq və müsəlman dünyasında, türk dünyasında ilk demokratik Cumhuriyyəti biz Türkiyədən əvvəl qurduq. Ona görə Atatürk maraqlanırdı ki, görüm, onlar bu Cumhuriyyəti necə qurublar? Çünki onlar da bu Cumhuriyyəti qurmağa hazırlaşırlar. O mənada bu kitab çox önəmli bir kitabdır. İkinci bir tərəfdən Rəsulzadənin yazdığı və çap etdirdiyi bu kitabın önəmli cəhəti ondan ibarətdir ki, Azərbaycan tarixi haqqında ilk dolğun kitabdır. Çünki bugünə qədər Azərbaycan tarixini bilirsiniz ki, təmiz, sırf Azərbaycanlılar araşdırmayıb, yalnız Abbasqulu Ağa Bakıxanovu xidmətlərini biz qoyuq qırağa. Amma Abbasqulu Ağa Bakıxanovu xidmətlərində də Azərbaycan tarixi müəyyən bir hüduda qədərdir. Amma bu kitabda 1920-ci ilə qədərki tarix araşdırılır. Qədim dövrü var, orta əsrlər dövrü var, Azərbaycan Xalq Cumhuriyyəti dövrü var, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixi var. Ona görə də bu kitab çox önəmli bir kitabdır. Və əsl adı belə gedir. Azərbaycan Cumhuriyyəti, keyfiyyəti, təşəkkülü və şimdiki vəziyyəti. Məhəmməd Əmin Rəsulzadənin Siyasi Fikirləri adlı elmi praktik konferansda çıxış edən tarixçi alim Yadigar Türkel Rəsulzadə irsindən söz açıb. Mən indi Məhəmməd Əmin Rəsulzadənin araşdırıcılarından kiçik bir iş görmüş alim sayılıram. Mən onun indiyə kimi 7 kitabını çap etmişəm. Elə oldu, keçən ilin sonunda mən belə düşündüm, bunun Çağımızın Siyavuşu kitabını yenidən çap etmək. Mən onu oturdum, Türkiyə məktublar yazdıq, aldıq, oturduq, öyrəndim, 3 qaynaq əlimə keçirə bildim. 3 qaynaq və bu 3 qaynağı mən bir anda üçünü də oxumalıyam. Türkiyəlilərin yazdıqları, bizim Bakıda 91-ci ildə çap olunmuş və mən nə yazıram? Bilirsiniz, o çağda Azərbaycanda türk ədəbi dili ərəb sözləri ilə, ərəb-fars deyirlər. Fars sözü olduqca azdır bizim dilimizdə. Daha çox ərəb sözləridir, gənclərə mən deyir. Bu ərəb sözlərinin də anlamları çox çətindir. İndiki adamlar, gəncləri heç bilmirlər. Bunlardan biraz arındırıb, daha gözəl türk dilində, daha anlaşıqlı, gələcək nəsillər, gələcək soyların anlayacağı bir dildə bir kitab çap edək. Məhəmməd Əmin Rəsulzadənin adı bir yerdə də olsun, Məhəmməd Əmin Rəsulzadə yazılmır, özünün yazdıqlarında. Onun adı Məhəmməddir. Biz müsəlmanıq, müsəlmanın da adı Məhəmməd olar, Mamed olmaz, Məməd olmaz. Ona görə mən istərdim bu çıxışlarımızda da bu kişinin adını Məhəmməd deyək. Burada bu nədən yarandı? O qaça-qaç dövrü idi, rəhmətlik Mövsüm Əliyev, sonra yadımdan çıxdı, Səfər İbrahimov. Bunlar parlamentin stenoqrammasında, mən bunu sizə deyim, nədən belə? Parlamentin stenoqrammasında Məmməddir. Bu da nədəndir? Bizim o stenoqramçı uşaqlar, Mirzə Bala, o birilər, Cəfər Cabbarlı, bunlar daha çox Rusça oxumuş uşaqlar idi. Rusça tez yaza bilirdilər. O, elə düşüncələrindəki Mamet yazıblar belə, Məmməd ki. Ancaq bu kişinin adı var, Məhəmməd Əmin Rəsulzadə. Bu adam adını bir yerdə də Məhəmməddən qırağa yazmayıb. Buna görə bunu gələcəkdə gənclərimiz də gözə alsınlar.